SSR xalq artisti Zeynəb Xanlarovanın illər əvvəl ifa etdiyi Yerevan mahnısı son günlər sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Sosial şəbəkə istifadəçilərinin bir qismi Zeynəb Xanlarovanın həmin mahnını ifa etməsini tənqid edir. Digər qismi isə əsərə dövrün reallıqları kontekstində yanaşmağın vacibliyini bildirir. Mənbələrdə qeyd olunur ki, Yerevan mahnısının sözləri Hüseyn Hüseynzadəyə, musiqisi isə Ələkbər Tağıyevə aiddir. Ələkbər Tağıyev Azərbaycan mahnı yaradıcılığında tanınmış bəstəkarlardandır. Onun yaradıcılığı Azərbaycan estrada və mahnı janrının inkişafında mühüm yer tutur. Yerevan mahnısının müəllifliyi ilə bağlı başqa sosial şəbəkələrdə və ayrı-ayrı paylaşımlarda mahnının erməni mənşəli olduğu və ya erməni bəstəkarları tərəfindən yaradıldığı barədə iddialar da səsləndirilir. Lakin bu iddianı təsdiqləyən mötəbər ilkin mənbə ortaya qoyulmadan əsəri erməni müəllifliyinə aid etmək düzgün olmaz. Hazırda sosial şəbəkələrdə əsas müzakirə isə başqa sual ətrafındadır. İllər əvvəl ifa edilmiş bu mahnıya bugünkü Azərbaycan-Ermənistan münasibətləri kontekstindən yanaşmaq nə dərəcə doğrudur? Məsələ yalnız bir mahnının ifası deyil. Eyni zamanda sənət əsərlərinə dövrün siyasi və tarixi reallıqları nəzərə alınmaqla yanaşma məsələsini də gündəmə gətirir. Bir çox ekspertlər bildirirlər ki, sülh müqaviləsi imzalandıqdan sonra da iki xalq arasında münasibətlər uzun müddət soyuq qalacaq. Çünki Ermənistan dövləti və separatçı ermənilər Azərbaycanlılara qarşı son 40 ildə ağır müharibə cinayətləri törədiblər, soyqırımına məruz qoyublar. Ona görə də iki xalq arasında mədəni əlaqələr üzərindən yaradılan səmimi mühitin tezliklə bərpası mümkün görünmür. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.